Tez-tez makaron və şirniyyat yeyən uşaqlarda hansı xəstəliklər yaranır? Özəlliklə ağ undan hazırlanmış makaron və şirniyyatlar uşaqlarda qanda şəkəri sürətli şəkildə artırır. Bu da onların gələcəkdə ikinci tip şəkərli diabetə yaxalanmasına zəmin yaradır. Makaron və şirniyyatların kalori dəyəri yüksək, amma faydalılıq dəyəri aşağıdır. Bu qidalardan tez-tez yeyən uşaqlarda vitamin çatışmazlığı, artıq çəki, qəbizlik və iştahsızlıq halları ortaya çıxır. Araşdırmalar isə göstərir ki, çoxlu miqdarda şəkər və karbohidrat istifadə edən uşaqlarda həm diqqət dağınıqlığı, həm də ki, əsəbilik halları müşahidə edilir. Valideynlər isə bunu çox yaxşı bilirlər. Makarona, şirniyyata, yaxud da ki, şəkərə meyilli olan uşaqlar iştahsız olurlar. Yəni ətdir, süddür, balıqdır, faydalı tərəvəzlərdir, bu qidalardan yemək istəmirlər. Əgər sizin övladınız da iştahsızdırsa, bu problemi siz trimetavit şərbəti ilə aradan qaldıra bilərsiniz. Trimetavit tərkibindəki siproheptadin maddəsi hesabını iştahı yaxşılaşdırır. Siproheptadin maddəsi isə sınanmış və təhlükəsiz maddədir. Bu maddə baş beyin səviyyəsində iştah mərkəzini oyadır. Bu da övladınızın 30 dəqiqədən sonra acmasına səbəb olur. Tərkibindəki B qrup vitaminləri isə qan yaranma prosesinə dəstək olur, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır və maddələr mübadiləsini də sürətləndirir. Trimetavit şərbətini həkim və əczaçıların tövsiyəsi ilə bütün apteklərdən əldə edə bilərsiniz.